41 ilə davam edirik. Amonimlik səciyyəsi daşımadan isim və feil kimi işlənən sözlər hansılardır? Bu bilsiz nə deməkdir? Deyir, amonimi olmasın. Baxın, ümumiyyətlə amonimi olmasın, amma həm isim olsun, həm feil olsun. Burada nəyə diqqətli olmaq lazımdır? Amonim olanları çıxın. Bilirik ki, an amonimdir də. Biri var kimisə anmaq mənasında, bir də var cüzi vaxt, zaman mənasında. A-da an sözünü, sal sözünü, bunlar amonimdir çıxırıq. B variantında qat sözü amonimdir. Biri var qat, lay, təbəqə, bir qat, iki qat, bir də var nəsə qeyd etdiyimiz kimi bir məhlulun başqasına qatmaq. B-ni də çıxırıq. Yara sözü amonimdir. Hardan bilirik? Biri var işə yaramaq, bir də var yara dərindir. Başlanğıc formaları eynidir. Yəni düşünməyin ki, mənim axırda A leksik şəkilçədir olsun da, əsas odur başlanğıc forma. Eyni olsun. C-də də amonim var, çıxırıq. D variantında köç sözü də amonimdir, çıxırıq. Dediyi biri var ki, köç bir yerdən başqa yerə nə et, bir də var köç. O ki, məsələn, dağlıq ərazilərdə, rayonlarda, kəndlərdə veşlərini yığırlar, yəni böyük maşınlarla köçürlər, başqa deyir, köç getdi, yəni yayda dincəlmək üçün, yaylaqlara və s. köçmək o mənada, bu da amonimdir. Amma E variantında tutalım ki, bunu niyə belə izah elədim? Tutalım ki, tam başa düşmədiniz də. Demir amonimlik səciyyəsi daşımasın. Çıxdıq amonim olan sözlər. Qaldı E variantı. Bu siz nə demək uşaqlar? Qandır sözü amonim deyil. Vurğusu dəyişməklə mənası dəyişə bilər. Biri var deyirsən kimsə qandır, yəni başa sal. Vurğunu sona salırıq. Bəzən bir də deyirik ki, bu qandır, qırmızı qan. Onda əvvələ düşür. Süzmə, deyirsən nənəm süzmə aldı. Vurğu axıra düşür. Bir də deyirsən ki, çayı süzmə. Vurğu birə düşür, üyə düşür. Səpin başladı deyəndə vurğu düşür axıra. Bir də deyirik ki, toxumları səpin. Əmr eləyəndə vurğu düşür əvvələ. Görürsünüz, əslində amonim deyil. Niyə? Çünki vurğusu dəyişməklə mənası dəyişən sözdür. Bunlar amoqrafdır. Amma müxtəlif nitq hissəsi olur. Biri var deyirsən, səpin başladı. Nə? İsim olur. Bir deyirəm ki, toxumu səpin. Oldu feil. Süzmə yedim. Nə? Bir də deyirəm, çayı süzmə. Nə et? Bu qandır. Nədir? Bir deyirəm ki, uşağı qandır. Nə et? Baxın, vurğu dəyişdi, məna dəyişdi, nitq hissəsi dəyişdi, amma amonim deyil. Ona görə cavab E. 42-də deyir, hansı sözün iki samitinin qarşılığı əvəz etsək, leksik mənaları fərqli nitq hissəsinə aid amonim söz alınmaz. Baxın, s-nı deyir, qarşılığından əvəz elə. Əvəz elədik z, zər. Deyir, indi zər eyni nitq hissəsinə aid amonimdir, yoxsa müxtəlif? Bu deyir ki, yəni eyni nitq hissəsinə aid amonim olsun da, müxtəlifə olmasın. Leksik mənaları fərqli nitq hissəsi olan amonim söz alınmaz. Yəni eyni nitq hissəsi olsun. Elə A variantıdır. Zər biri var qızıl mənasında, bir də var nərddə daşlar olur. Bax, zər odur. Amma məsələ kül sözünü k-nı qarşılığına əvəz edirəm g-la. Olur gül. Gül biri var feil, bir də var isim, çiçək mənasında. Dar, biri var deyir ki, dar ağacı, isim, bir də var deyir ki, dar yol, necə sifət. Dik, dik düz dayanmaq, dik mənasında, bir də var dikmək feil. Din, yəni qarşılıqlarını əvəz eləyir də, ona görə t-ların yenə d-nı qoruq. Din, din, danış, feil, bir də var deyirsə, məsələ İslam dini, din, nə? Ona görə də A variantı. 43-ə baxaq, amonim və çoxmənalı sözlərin yerinə həm amonim, həm çoxmənalı hansıdır? Elə A variantı. Xəbər yaymaq mənasında çoxmənalıdır, yay fəsil mənasında, xəmli yay mənasında amonimdir. Ona görə də A variantı. Göz sözü amonim deyil, çoxmənalıdır. Qoyun sözü amonimdir, çoxmənalı deyil. Baş sözü çoxmənalıdır, amonim deyil. Bal sözü amonimdir, çoxmənalı deyil. Burada da ortaya sual qoysa, deməli ikisinə də aid olmalıdır. O da A variantı 43-də. 44-də baxaq. Verilən xüsusiyyətlər hansı sözə aiddir? Amonimdir, ancaq cingiltili samitlərdən ibarətdir. A variantını saxlayaq. B variantında rəng, axırdakı c ki olur, tələffüzə baxırıq. C variantında s kardır. B-də elə bil c ki olanda kar olur. C-də s kar olur. D-də ç kardır, uçmaq sözündə. E-də ş kardır, qalır elə A variantı. Uşaqlar, gördünüz ki, belə tapa bilmirsiniz, deyilsiniz, axı variant çıxmır, hamısı cingiltir. Onda birinci tələffüzə baxmaq lazımdır. Feillərdən birinin kökü amonimdir. Kökü deyirsə göydür. Biri var göy rəng mənasında, göyərmək. Bir də var ki, göy, səma mənasında. Ona görə A variantı 45-də. 46-da. 46 sizi çaşdıra bilər. Baxın, burada sual işarəsi var. Deyir seçsək. Seçsək, yəni çıxardaq mənasında demir, saxlayaq mənasında deyir.
Saxlayaq mənasını üstündən xətt çəkdiklərim var. Məsələn, qurudur, doludur, yaydı, saldı, yardı, burundur. Bunlar həm anonim, həm də çox mənalıdır. Ona görə də C variantı. Yəni burasında sual ona görə qoyulubdur ki, çıxmaq mənasını desəydi səhv olardı, amma çıxmaq mənasını demir. Seçmək burada saxlamaq mənasında deyir ki, yəni bunları saxlayaq, o birisləri çıxaq. Ona görə C. 47-də altından xətt çəkilmiş söz, əsərlər, o vaxt əsərlərin, bir də var ki, bulaqdan bir əsər, bir iz bulmamış. Əsər burada külək əsər mənasını verən əsər anonim ola bilməz. Amma iz, nişanə mənasında, bir də kitab əsər mənasında anonim sözdür, C variantı. Hansı bənddə eyni nitq hissəsinə aid anonimlər verilmişdi? Oynaq müxtəlif nitq hissəsinə aiddir. Kök müxtəlif nitq hissəsinə aiddir. C-ni saxlayaq. Bəstə müxtəlif nitq hissəsinə aiddir. Çünki bəstə boy bir sifətdir. Bir də bəstə nə? İsim. Kök isə müxtəlif nitq hissəsinə aiddir. Ona görə C variantı. 49-da təyyarə havaya qalxdı. Qulağına saz havası gəldi. Hava sözü burada anonim sözdür. Ona görə də E variantı. 50-də amonimə aiddir. Mənalar arasında heç bir yaxınlıq olmur. Bəli. Əslində uşaqlar istisna var. Rəng sözündə boya sözünə daha doğrusu boyamaq feil, bir də boya rəng. Bəzən istisna kimi ola bilər. Mənaların arasında yaxınlıq olsun, amma qayda olaraq yenə deyək, istisna qaydanı pozmur deyə burada biri düz götürürük. Amonimlərin mənaların arasında yaxınlıq olmur. Bir düzdür. Bu sözlər yalnız məcazi mənada olur, səhvdir. Bunu götürə bilmərik. Müxtəlif nitq hissələrinə aid ola bilər. Bəli, eyni də ola bilər, müxtəlif də ola bilər. 1-3 cavabımız. Deyiliş və yazılış fərqli olan sözlərdir. Xeyr, deyiliş və yazılış eynidir, mənalar fərqlidir. Deyiliş, yazılış fərqlidir, sinonimlərdir. Ona görə cavabımız C. 50-də. Sonra hansı amonimlər müxtəlif nitq hissələrinə aiddir? Bal eyni nitq hissəsidir. Tut müxtəlifdir, içini götürürük. Qarış, biri var qarışmaq, bir də var bir qarış, iki qarış müxtəlif nitq hissəsidir. 2, 3, əqrəb eynidir, yol, yenə də deyirik, toyuğu yol, bir də var getdiyimiz yol, 2, 3, 5 A variantı. 51-də. Müxtəlif nitq hissələrinə aid amonimlər, sap, biri var baltaya, baltanın sapı, bıçağın sapı, yəni əlimizlə tutduğumuz yer, bir də var iynə, bu eyni nitq hissəsidir. Şiş amma müxtəlif nitq hissəsidir, biri var şiş, ətləri şişə çəkmək, şiş isimdir, biri var şiş təpə, yəni ucu şişdə, necə sifət, bir də var uzaq olsun xəstəlik mənasında şiş. Müxtəlif nitq hissəsi içini götürürük, yaşı götürürük, bar, meyvə, bar vermək, bar bu deyil. Amma yaş necə, bir də var insanın yaşı, yaş dəsmalı necə insanın yaşına 2, 4. Hava eyni nitq hissəsidir, oynaq deyəndə yenə də sümük mənasında isimdir, bir də var oynaq adam, sifət, 2, 4, 6. Yal eyni nitq hissəsidir. Atın saçı da yaldır, itə verilən yemək də yaldır. Bunu eyni nitq hissəsində götürmürük. Saç, biri var insanın saç, nə? Bir də var işıq saçmaq feil. 2, 4, 6, 8 D variantı. Sual işarəsinin yerinə hansı söz yazıla bilər? Musiqi kompozisiyası boyca bir qədər alçaq. Elə bil amonimin mənaları veribdir. Bu hansı sözün mənalarıdır? Bəstə sözünün. Bəstə boyca bir qədər alçaqdır. Bir də deyirik musiqi bəstəsi, musiqi kompozisiyası. Nə bilim, şairin bəstəsi, şeiri o mənada. Ona görə C variantı. Daş sinonim isminin, nə dedim ayalı? Sinonim yox. Hansı nümunədə daş isminin amonim məna tayları işlənmişdir? Daş isminin, ismi sinonim oxuyuram. Daş ismi deyirsə də, baxın, isim deyir elə burada. Deməli, siz daşın feil mənasını tapmalısınız. Baxın, daş bilirik ki, bir var yerdəki daş isimdir, bir də var çaydanın daşması feildir elə. Burada daşdan sonra ismi veribsə də, deməli, siz bu nümunənin içində yerdəki daşı yox, deyir, daş isminin məna tayını tap. Məna tayının birini veribdir, deyir, isimin. Bu daş isimdir elə. İsmin məna tayı, o birisi məna tayı hansı qalır? Feil olan daşmaq, yəni feil mənasında olan tapmalıyıq. Baxın, daş parçası burada isimdir. Daş hesab olunur, əsas daş hesab olunur. Şah deyir, əsas daş hesab olunur, isimdir. Yollar buz bağlayıb daş kimi bərkimişdir. Daş isimdir. Daş yol isimdir. Amma baxın, buradakı məna fərqlidir. Çaylar daşıb, artıq burada daş feildir. Daşmaq, nə etmək? Çünki burada daş ismi deyirsə də, başqa məna tayını istəyirsə də, deməli, onun bir məna tayı isimdir, bir məna tayı feil ilə. İsmi burada veribdirsə də, siz burada feili tapmalısınız. Ona görə də E variantı. 55-də ovçu izlə getdi və sətri izlə deyir. Niyə anonim deyil? Baxın, ovçu izlə getdi. Lalə harda nandən kimi tələffüz olunsa, birinci vurğu düşür əvvələ. Yəni, birinci saitə, ondan əvvəlki saitə, İyə düşür.
Sətri izlə. İzlən demirik ki, nanlə kimi demədi ki, deməli vurğu düşür əyə. Amonimlərin də vurğusu müxtəlif ola bilməz axı. Deməli bu niyə amonim deyil? Çünki vurğuları fərqli olduğuna görə E variantı. Ona görə 55-də cavab E. Hansı sözdən baş hərfi silsək, alınan söz həm amonim, həm də çoxmənalı söz kimi işlənə bilməz? A. Adil sözündə baş hərfi A-nı siləndə dil qalır. Bu həm amonimdir, həm çoxmənalı. B-də Y-nı siləndə üz qalır. Həm amonimdir, həm çoxmənalı. Əyyarda Ə-ni siləndə həm amonim, həm çoxmənalı. Arı sözü işlənə bilmir. Arı sözü necədir? Alınan söz həm amonim, həm çoxmənalı söz kimi işlənə bilməz. Elə arı sözü də işlənə bilmir. D variantı. Acı sözü də amonim kimi işlənə bilir. Çoxmənalı kimi işlənə bilir. Ona görə də cavabımız D variantı. Yəni birinci hərfləri silirik, sonra baxırıq ki, tapırıq ki, həm amonim, həm də çoxmənalı olmasın. Ona görə də 56-da D. 57-də nə deyir? Deyir, uyğunluğu müəyyən edin. Amonim söz deyil. Deməli, amonim olmasın. Aşıq sözü birdən başla. Şaxta sözü amonim deyil. Baxın uşaqlar, biri var şaxta, bir də var şaxta. Şaxta buz, bir də var şaxta yerin altında işləyirlər. Bu ümumiyyətlə amoqrafda, yəni vurğusu dəyişməklə mənası dəyişir. Ona görə amonim deyil, biri götürürük, ikini götürə bilmərik. Aşıq sözü amonimdir, keçmişik. Mətin sözü paronimdir. Mətn olanda tekst olur, yəni hekayə bir hissə, hekayədən, əsərdən bir hissə, amma mətn dözümlüdür. Bizə deyir amonim söz olmasın. Deməli, biri götürürük, üçü götürürük. O da hansı variant uyğun gəlir? A variantına, bir də 5 damla. Çünki bazar da amonimdir, avar da amonimdir. 57-də A. 58 amonim sözlərin elə bir digər məna taylarını bərpa edir. Yol, isim verilsə də bir mənası nədir? Yolmaq, feil. Deməli, feil. Sonra qır, feil, bir də qır, daş da, yerə tökülən daş, isim. Say, minin say mənasını verir, bir də feil mənası var. Nə oldu? Feil, isim, feil. 4-ə də baxaq. Dolu sifət, bir də isim B variantı. 58-də. 59-da deyir ki, səhvi müəyyən edin. Qan sözü fərqli nitq hissəsinə aid amonimdir. Bəli, qanmaq feil, bir də qan, qırmızı rəngdə olan maye, isim. Qəlb sözünü amonim hesab etmək olmaz. Bəli, paronimdir. Çünki P ilə yazılır. Bax, burada saxtadır. B ilə olsa ürək mənasını verərdi. Sol sözü yalnız çoxmənalı söz kimi işlənir. Ya səhvdir. Amonimdir. Biri var ki, solmaq, deyirik gül soldu, feil. Bir də var deyirik ki, sol tərəf, yəni sol mənasında. Deməli, bu amonim kimi işlənə bilən sözdür. Qarı sözü müxtəlif nitq hissəsinə aid amonimdir, düzdür. Göz çoxmənalı sözü düzdür. Cavabımız C. 60-a da baxaq. Yazıla bilməyən sözü müəyyən edin. Sual işarəsinin yerinə. Amonim çoxmənalı. Dolu sözü həm amonimdir, həm çoxmənalı. Quru sözü həm amonimdir, həm çoxmənalı. Qol sözü həm amonimdir, həm çoxmənalı. Daş sözü həm amonimdir, həm çoxmənalı. Amma qayın sözü amonimdir, amma çoxmənalı deyil. Ona görə də sual işarəsinin yerinə yazıla bilməz. Və C variantı. Nəyə başa düşməsəniz soruşarsınız. Bu qədər.